Salam əziz ikincilər, sizləri kanalımda xoş gördük. Biz bugün 2-ci sinif Azərbaycan dili 2-ci hissə dərsliyindən səhifə 94 və 95-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Səhifə 94-də tapşırıq 6 aya qədər olan tapşırıqları həll etmişik. Gəlin indi çalışma B-dən başlayaq. Mətnin davamını oxuyun, ideyasını müəyyən edin. Bir gün səhər uşaqlar məktəbin həyətində toplaşmışdılar. Bu zaman məktəbin direktoru Sabir müəllim velosipedlə məktəbin həyətinə daxil oldu. Uşaqlar gözlərinə inanmadılar. Aynur sevinclə qışqırdı. Ura, direktorumuz da komandamıza qoşulur. Uşaqların sevincini görən Sabir müəllim gülümsədi. Hə, uşaqlar, məni də qəbul edirsiniz? Əlbəttə, uşaqlar bir ağızdan qışqırdılar. Anar müəllimin və şagirdlərinin arzusu gerçəkləşirdi. Onların fəaliyyəti hər kəsin diqqətini çəkməyə başlamışdı. Digər siniflər də bu fəaliyyətdə qoşmağın vaxtı çatmışdı. Şagirdlər siniflərinə çatan kimi plakatlar hazırlamağa başladılar. Qısa vaxt ərzində bütün məktəb təbiəti sevənlər komandasına qoşuldu. Eileen Spinelli'nin hekayəsi əsasında. Çalışma C. Cütlərlə iş, təbiəti qoruyaq mövzusuna aid şüarlar yazın. Gəlin bu haqda biz şüarlar yazaq. Biz ağaclardan oksigen qəbul edirik, onları kəsməyin. Ağacları kəsib yaşıllığı məhv etməyin. Yaşıllığı qoruyun. Və başqa cür şüarlar da siz yaza bilərsiniz. Çalışma 7A. Aşağıdakı şəklə və dinləmə mətninə əsasən suallara cavab verin. Siz özünüz dinləmə mətninə qulaq asıb suallara cavab verərsiniz. Gəlin biz suallarımızı indi cavablandıraq. Dinləmə mətnini isə siz özünüz oxumuş olarsınız. 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü. Təbiətin çirklənməsinə nə səbəb olur? İnsanlar ağacları kəsir, ətraf mühiti çirkləndirir, canlıları məhv edirlər. İkinci sual. Ətraf mühitin mühafizəsi günü nə vaxt qeyd olunur? 5 iyun. Üçüncü sual. Ətraf mühitin mühafizəsi gününün əhəmiyyəti nədir? Hər il 5 iyun tarixində ağac əkilmə tədbirləri təşkil edilir. Çalışma B. Sizcə nə üçün Anar müəllimin şagirdləri plakat hazırlamaq qərarına gəldilər? Çünki onlar fikirlərini daha çox insanlara çatdırmaq istəyirdilər. Çalışma deməli, faydalı məsləhət. Plakat nədir? Plakat insanları xeyirxah işlərə cəlb etmək üçün hazırlanır. Plakat tərtib edərkən aşağıdakılara diqqət etməliyik. Çağırış üçün şüar tərtib edirik. İdeyamızı gücləndirmək üçün şəkillər seçirik. Plakatı yerləşdirmək üçün uyğun məkan seçirik. Çalışma C. Qruplarla iş. Aşağıdakı mövzular üzrə plakatlar hazırlayın. Birinci qrup təbiəti qoruyanlar komandasına çağırış. İkinci qrup ətraf ərazini yaşıllaşdırma tədbirinə çağırış. Üçüncü qrup ətraf ərazini zibillərdən təmizləmə tədbirinə çağırış. Deməli, gəlin, siz əslində bunu sinifdə qruplarla iş şəklində yaza bilərsiniz. Yazmalısınız daha doğrusu. Gəlin, biz buna aid nümunə yazaq. Bir daha müraciət edirik ki, cəmiyyətimizin hər bir fərdi tullantıları təbiətə, ətraf ərazilərə atmamaq, təmizliyə riayət etmək vərdişlərini özünə təlqin etsin, ətrafdakıları da nümunəvi əməlləri ilə maarifləndirsin. Çalışma C-nin də həlli bu şəkildə həll olunmalıdır. Bugünkü tapşırıqlarımız bu qədər əziz ikincilər. Növbəti videolarımızda görüşənədək kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hələlik.